Həzrət Əli əleyhissalamın yeganə müqayisə olunması insan varsa, o da Peyğəmbər sallallahu ənfusənə ənfusəkum, öz canındır. Öz canından bildiyi Həzrət Əli əleyhissalam, Peyğəmbər o Quran-ı Kərimdə ayə keçir. Buyurur ki, ənfusənə ənfusəkum, siz özünüzü gətirin, biz də özünüzü. Oradan da Həzrət Əli əleyhissalamın vilayətində olmaq Allahın böyük bir lütfüdür. Allah bizə nəsib edib, biz bu vilayətdə qərar tutmuşuq. Mən bir ayə deyim, hacı da işarə elədi ona, cümə günü müqəddəs gündür. Allah mütəal nida eləyir. Biz iman gətirənlərə Allah buyurur, ya eyyuhəl-ləzinə amenu, ey iman gətirənlər. İman gətirmək, dünən bir məclis idi, orada dedim mən, iman gətirmək iki cür olur. İman əvvəl dillə olur. Mən Allahı tanıyıram. Mən Allahı çox istəyirəm. Bunu hamı deyir. Bunu hamı deyir. Bir də var, dediyi sözü qəlbi təsdiqləsin. Əgər belə olmasaydı, Allah deməzdi, ya eyyuhəl-ləzinə amenu, aminu. Ey iman gətirənlər, iman gətirin. İmanımızı təzəliyin. Yəni qəlbimizlə o dediyiniz sözü təsdiqləyin. Doğrudan çox çətindir. Çox çətindir. Böyüklər bu cür buyururdular. Deyir, biz evdən çıxanda Allaha dua edirdik ki, qaydanda imanla qaydaq. İmanı saxlamaq çox çətin məsələdir. Azı ki, buyurdu, bu duanı çox deyin. Ya Allahu, ya Rəhmani, ya Rahim, ya müqəllibəl qulub, səbbit qəlbi din. Dində qəlbini sabit qədəm elə. Çətin məsələdir. Dünənləri Əhl-i Beyt sevgisi ilə yaşayan insan bugün gəlir deyir ki, bilseydim getməzdir. Yəni bunları siz görmüşsünüz, yəni mən nə deyim ki. Dünənləri Əhl-i Beytə sevgisi olan, Əhl-i Beyt məclislərində iştirak edən bugün gəlir deyir ki, boş-boş şeylərdir. 1400 il bundan qabaq olan hadisələrdir. Özünüzü niyə əziyyətə salırsınız ki? Deməli, bu qəlb çevrilə bilir. Qəlbi ixtiyarsız boş bıraxsın, hansı tərəfə istəsən gedəcək. Şeytan dayanır qəlbin üstündə. Hər an şeytan qəlbin üstündə dayanıb aparsın öz yoluna. Ehtiyatlı olmaq lazımdır. Bu qəlbdən ehtiyatlı olmaq lazımdır. Qəlb insanın əsas bir əzasıdır. Bütün insan vücudu bu qəlbin hökmünə bağlıdır. Bu qəlbi pak eləmək üçün nə etmək lazımdır? Bu qəlbi paklaşdırmaq üçün nə etmək lazımdır? 3 dənə dəstur mən yazmışam bütün insanlara, Allah bütün bəşəriyyətə bunu bəxş edir. İnsanları birləşdirən bir neçə cəhət var. Biri də 3 dənəsində mən qeyd eləmişəm. Birinci düşüncədir. Düşüncələrinizi sağlam edin. Düşünəndə yaxşı düşünün. İmam Sadiq əleyhissalamdan eşitmişsizlər. Deyir, gördünüz ki, biri günah məclisindən çıxır. Görün, nə qədər düşüncə önəmlidir. Görürüz ki, bir nəfər günah məclisindən çıxır. Bilirsən ki, bu günah əhlidir. 70 dəfə yaxşıya yozun. 70 dəfə yaxşıya yozun. Əgər gördünüz ki, yox, yenə alınmır, özümüzə deyin ki, yəqin mən təqsirkaram, mən düzgün görməmişəm. Çox təəssüflər olsun, mənim kimilər başqa sözdür. Hələ görən kimi bilirik ki, belə günahın içindən gəlir. Bu hələ əvvəldən bəli idi. Namazın, orucun, məcidin ab-havası bunu dəyişmişdi. Bu əvvəldən günahkar idi. Töhmət də vurulur üstündən. Düşüncə düzəlməlidir. İnsanların zehinləri paklaşmalıdır. Zehin paklaşa bilməsə, qəlbin inkişafı olmayacaq. Qoymayaq zehinimizə mənfi düşüncələr, fikirlər gəlsin. Gələn kimi istiğfar eləmək lazımdır.
Zehin istehsalçıdır. Zehin günaha fikirləşir, ötürür qəlbə. O da ötürür əmələ. Bütün qəlbi viran edir. Birinci düşüncədir də, çox dayanmıram üstündə. İkinci nədir? İstək, arzular. Qəlbin paklığını müəyyən eləmək üçün görüm, neyi sevirsən, neyini aşıqırsan. Bir insanı deyib tanımaq istəyirsən, nə cür adamdır? Bax gör, istəkləri, arzuları nədir? Ayətullah Cəfəri Muhammed Təğir konferansların birində iştirak edirdi. Dünya konferanslarının birində iştirak edirdi. Mövzu insanşünas idi. İnsanın dəyəri, insanın qiyməti. Deyir, hərə bir söz çıxdı, buyurdu. Gəldi növbə çatdı Ayətullah Cəfəriyə. Ayətullah Cəfəri çıxdı tribunəyə, dedi, insanın qiyməti, insanın dəyəri düşüncəsi qədərdir, istəyi qədərdir. Bir bütün zal qalxdı ayağa, ağaya əl çaldılar. Ağa buyurdu ki, bu söz mənim sözüm deyil. Bu Nəhcül Bəlağədə keçir, 31-ci xütbədə. Deyir, bunu eşidəndə 5 dəqiqə, 10 dəqiqə əl çaldılar bu ağa üçün. İnsanın qiyməti, insanın dəyəri düşüncəsindədir. Nəyi düşünürsən? Nəyin barəsində fikirləşirsən? Dünya barəsində düşünürsən? Bu dünyanın vəfasızlığını məgər görmürük. Görmürük nə qədər insanları aldadır. Mən bir söz deyim, bunu yadda saxlayaq, özüm üçün deyirəm, əzizlərimə deyirəm, məndən kiçik qardaşlarıma deyirəm. Əgər dünyanın vəfasızlığını görmək istəyirsinizsə, dünya vəfasızdır. Mən deyirəm, siz də eşidirsiniz. Amma qəlbimiz aram olmur. Deyirik, yox, belə şey olar. Dünya hər şeydir. İnanımız yoxdur da, mənim inanımım yoxdur ki, dünya vəfasızdır. Quranda deyir, ayədə deyir, Peyğəmbər də deyir ki, dünya oyundur, oyuncaqdır. Amma itminan ola bilmirik də, qəlbimizdə bir yəqinlik olur ki, doğrudan dünya vəfasızdır da. Bir dünyanın vəfasızlığını dünyanın içində siz bilməzsiniz. Allah qabul olsun. İstəyirsiniz dünyanın vəfasızlığını, o dünya verdiyini alır, insanı zəlil eləyir. Bunu yaxşı bilmək istəyirsiniz, gedin qəbr üstünə, qəbirstanlığa. Hansı qəbrin üstünə gedək? O dünyada mənəm deyən insanlar var idi ya. Cibdən düşürdü, obraz efəminirdi. O yaxşı imkanlı insanlar ki var idi. Deyənin onların qəbrinin üstündə baxın dünyaya. Oradan baxın dünyaya. Buradan yox. Oradan baxın dünyaya, görəcəksiniz ki, dünya doğrudan da vəfasızdır. Oradan baxanda daha yaxşı görsənir. Nəinki buradan baxanda. Buradan baxanda insan görürsən, yəqinlik eləyə bilmir. Oradan qəbr üstündən, özü də hansı qəbrin üstündən, mənəm deyən insanın qəbrinin yanında deyən, təfəkkür elə, düşüngünə. Allah deyir, əfəla təqilun, aya düşünmürsünüz. Düşüncə böyük neymətdir. Düşüngünə gör, dünya kimlərə aparır, dünyaya kimlər bağlanır, dünya kimlərə rəhbiyyə verir. Kim bağlanır dünyaya? Dünya zəlil eləyib onu. Allah buyurur, hədis-i qudsidədir ya başqa bir hədisdədir. Deyir, siz Allah üçün çalışın, Allahın xidmətində olun, Allah yolunda çalışın, dünya işlərinizi mən düzəldəcəyim, narahat olun. Dünya işi için çalışmırsınız, istəmirsiniz dünyamız abad olsun, Allah deyir, o mənim boynumadır, o mənlidir. Sən din üçün çalış. Sən aqibətin üçün çalış ki, qalanı mənim boynumadır. Amma inanma, yəqinliyimiz yoxdur.
Bilmirəm niyə görə inanmırıq ki, Allahın sözü həqiqətdir. Vədəllahu haqqu. Allahın vədəsi haqqdır. Allah sözünə xilaf çıxmaz. Ya Allah. Nə xeyri var? Deyirəm mən, hələ burada deyirəm, burada da qalır, özüm üçün yəni. Onun üçün, ya eyyühəl-ləzinə amənu, aminu. Ey iman gətirənlər, o ki deyir, iman gətirmişəm, Allah təkdir, Peyğəmbər, Rəsuludur, Qur'an kitabıdır. Onları ki deyirik ki, Allah deyir ki, deyirsiniz də yaxşı edirsiniz. Amma təzəliyin bir dəfə. Qəlbinizlə təsdiqləyin ki, Allah təkdir, la ilahə illallah, yoxdur Allahdan başqa Allah. Bunu bir kəlmə deyən insan, dünənləri Hacı da oradaydı, məclisimizdəydi, Allah ömrünü bərəkətli eləsin. Adama qulaq asanda adam ləzzətlə danışır. Görürsən, qulaq asmayan adam elə həvəssiz olur. Allah qulaq asanların ənvatı rəhmət eləsin. Hacı Əhliman gözəl bir sözdür. Mən orada düşündüm bu sözü. Dedi ki, keçmişdəkilər nə deyərdi? Sənə al verirəm İmam Hüseynin Allahına. Dedi dayanmadı üstündə, keçdi üstündən. Doğrudan da İmam Hüseynin Allahı ilə mənim Allahımda nə fərq var ki? Allah tək deyil, təkdir. Bəs niyə bizim keçmişdəkilər deyildi? Allah ruhlarını şad eləsin. İmam Hüseynin Allahına an verirəm. Cavab, çünki Hacı demədi ya, mən də özüm elə düşündüm orada. Deyir çünki bəlkə də Hacı dedi bilmirəm. Dedi ki, özüm də deyirəm bu sözü. Çünki İmam Hüseynin tanıdığı Allah həqiqi Allah idi. Amma mənim tanıdığım Allah özüm qurduğum Allahdır. Özüm düşündüyüm, özüm təsəvvür etdiyim Allahdır. Onun üçün deyir, səni al verəm İmam Hüseynin Allahına. Yəni o həqiqi Allahı o düzgün tanıyır. Onun üçün deyir, səni al verirəm İmam Hüseynin Allahına. Bizə lazımdır İmam Hüseyin tanıdığı Allahı tanıyaq. Onda qəlbimiz aram olacaq. Onda həyatımız şirin olacaq. Nə qədər öz düşündüyümüz Allaha ibadət edəcəyik. Ruzu versə Allahdır, verməsə üsyandır. Belə Allah yoxdur. Ariflər niyə arifdirlər? Ariflərin ən böyük cəhəti bu olub ki, olanda Allah yolunda ehsan edirlər, olmayanda Allah'a təşəkkür edirlər. Ariflər ona görə arifdirlər. Allah'a an verəməz böylüyünə xatir, eşitdiyimizi, bildiyimizi bizə əməl edənlərdən qərar versin. Allah'a an verəm öz böylüyünə xatir, Kərbəlayı Valisən əminin ruhunu şad eləsin. Bu məclisin savabından siz əzizlərin, ölənlərinin ruhuna şamil eləsin. Allah'a an verəm xanım Fatimənin hörmətinə, dünyada əhl-i beytin ziyarətini, ahirətdə şifaətini hamımıza nəsib eləsin. Allah yaşlılarımıza can sağlığı, cavanlarımızı ahirət fitnəsindən hifz eləsin inşallah. Haqqı surətən mübarək ətir. Fatihə.